Nə olub, nəmiş? Sözlü adama oxşuyursan. Nəbi, bax bir şey deyəcəm, amma məni yox demə. Birinci qulaq as. Şeydir, sən başıma dönüm. Gəl indi elə mən yox deyim, məsələ qutarsın. Nəbi, mənim ürəyim sıxılır bu evdə. Nəfəs ala bilmirəm, boğuluram, başa düşürsən? Çıxaq gedək xaricə. Səhərin gözü açılmamış bu xaric söhbəti hardan çıxdı? Kim sənin ağlıma saldı bu xarici? Başa düşmə, mənim öz ağlım yoxdur ki. Mən kimsə ağlına oturub duranam. İndiyənə kimi kimə bax nəsə eləmişəm. Nəsə eləmişəm deyəndə ki, bax, üzü istəmirsən, bu axırıncı yaram üzüyü almışam. Telefon istəmirsən, telefon almışam. Pencə istədin, xoşun gəldi, onu da aldım. Bu xaric hardan çıxdı? Bir dənə mənə onun izahını ver. Hə, hardan çıxdı? Sənə deyim hardan çıxdı. Nazlı bütün gün dükandadır. Əhməd kişinin təzyiqi qalxır. Arazda əsəbi gəzir. Mən də boğuluram, başa düşürsən? Boğuluram. Nəfəs almaq istəyirəm. Mən də xoşbəxt olmaq istəyirəm. Mənim də arzularım var. Ay ürəyim, bu arzularla birincisi dolanmaq olmur. Bu bir. İkincisi də mənim atam burada, qardaşlarım burada, evimiz burada, nəsil əzabət burada. Biz burada bildiyin kök salmışıq. Hara gedək biz? Sən ona kök salmaq demə. İlişib qalmışıq de. İlişib qalmısan bu kənddə, çıxmaq bilmirsən. Ay nəmiş, niyə mən başa düşmürsən? Bu xaric budur bura deyil, deyər taksi çağırıb 15 dəqiqə yeyib satasan. Budur, Allah bilir hardadır, uzun uzadı bir yerdir. Dil bilmirik, yol bilmirik, gelib azıb qalacaq orada. Mən başa düşürəm, gedib satandan sonra mən işləməliyəm, eləməliyəm. Həm də ki, mən ailəmi atıb hara gedim? Ailəm burada, atam burada, qardaşlarım burada. Ömür billah deyən atam burada, qardaşlarım burada, o burada, bu burada. Amma hamı istədiyini eləyir, bir dənə biz eləyə bilmirik. Hamı deyir, kim nə eləyib ki? Mənim xəbərim, kim nə eləyib, ha? Kim nə eləyib? Hə. Bax elə Zəfər, getdi oxumağa, getdi. Arif, getdi. İndi də evin böyük oğlu Yaşar olar, evə yiyələnər, qalarıq belə. Biz də çıxaq gedək də, mən də sənə həyat qurmaq istəyirəm də, bir yerdə olmaq istəyirəm, xoşbəxt olmaq istəyirəm. Ay nəmiş, ay ürəyim, mən səni başa düşürəm, sən də mənə başa düşdün. Mən indi gəlib qonşuya söz vermişim, gəlib tısbağasına baxmalıyam. Ana tısbağadır, xəstələnib 3 gündür yemək yemir. Gəlim ona bir dənə baxım, görüm nədir dərdi. Səhərə sonra eləmədən nə? Mən sənə xaric deyirəm, sən mənə tısbağa deyirsən, cəhənnəm ol! Nə? Yox, bax, mən də şey eləmişim, yaxşı. Cəhənnəm ol! Yaxşı. Mən nə deyirəm, bu nə deyir? Şəkər gedəcək xaricdə, yaşayacaq. Nərmin də qalacaq kənddə. Olmayacaq elə şey.